partiya sədri, eyni zamanda şəhid qardaşı Tural Abbası bu günlə bağlı hisslərini dilə gətirdi. Bu gün 27 sentyabr, yəni 20-ci ildə Azərbaycan öz haqq müharibəsinə başladı. Təbii ki, şəhidləri tək bu gün də xatırlamaq düz deyil. Biz çalışmalıyıq, hər gün şəhidlərimizi xatırlayaq, onları nümunə göstərək yeni nəslə. Çünki vətən uğrunda ən əziz şey candır ki, orada riyakarlıq yoxdur. Yəni canını verməkdə riyakarlıq yoxdur. Yəni çünki canını versən və bu şəhidlərimiz, qazilərimiz nümunə olmalıdır gəncliyə. İndiki show biznes əhli və yaxud da sosial şəbəkələrdə meymunluq eləyib məşhur olanlar yox. Bir kəlmə ilə bu bütün danışdıqlarımı yekunlaşdırsam, bir şairin bir beyti ilə desək, necə deyir? Torpaq uğrunda ölən varsa vətəndir. Yəni, indi bu şəhidlər bu torpaq parçasını vətən elədilər və biz də o vətənin qədrini bilməliyik.